Əziz mənim xalqım, sizə müraciət eləyən Azərbaycan Respublikasının vətəndaşı Mehmandır. Bir qazi atasıdır. İnşaat Sənaye Aşıq Səhmdar Cəmiyyətinin sahibkarı Loğman Zülfüqarlı və Nizami rayonu hakimi Rauf Əhmədov Tağıoğlu məni şərləyərək şər böhtan atır və verib Sabunçu rayon məhkəməsinə hal-hazırda hakimdə Samirə Məmmədlidir. Mənə təzyiqlər olur. Dəfələrlə müraciətimə baxmayaraq, necə deyərlər, qarşı tərəfinlə mənim birgə məhkəməmin iclasını keçirməyinə əleyhinə olublar. Qərarların sürətini ala bilmirəm. Vəsadət vermişəm. Vəsatətləri mən Ali Baş Komandana, Ombudsmana, digər qurumlara məhkəmə vasitəsilə məktub göndərmişəm. Heç bir cavab yoxdur. Məhkəmələrdə sürünürəm. 3 ildir ki, mən öz haqqımı, hüququmu Azərbaycanda təmin eləyə bilmirəm. Məhkəmələrdə özbaşınalıqdır. Kasıbın küsübü süründürürlər, məhkəmələrdə cəza verirlər, hədə-qorxu gəlirlər. Hakim, Nizami rayon hakimi Rauf Əhmədov Tağıoğlu və Bakı İnşaat Sənaye Açıq Səhmdar Cəmiyyətinin sahibkarı Loğman Zülfüqarlı ilə birləşərək mənim işə bərpamı ləğv eləmişlər. Dəfələrlə məhkəmələrə müraciət etməyimə baxmayaraq məni susturmaq üçün və yaxud da ki, ortadan götürmək üçün məhkəməyə veriblər. Hal-hazırda bilin və agah olun, həftənin 5-ci günü Sabunçu rayon məhkəməsində növbəti məhkəmə prosesi keçiriləcək. Həmin məhkəmədə yenə də mənə hədə-qorxu gəlirlər və məni hədələyirlər ki, güya ki, mən kimisə təhqir eləmişəm, şərəf və ləyaqətə alçalmışam. Əslində belə deyil. Mən onlar barəsində TikTok sosial şəbəkələrində hal-hazırda da paylaşımlar etmişəm. Mənim xalqım, bir qazi atası sizdən də xahiş edir ki, bu videonu dəstəkləyin. Bəlkə də yuxarıda oturan məmurlar bunu görər. İlham Əliyev cənabları bunu görər. İlham Əliyev cənabları dəfələrlə deməyinə baxmayaraq ki, heç bir toxunulmaz məmur yoxdur, heç bir toxunulmaz sahibkar yoxdur. Buna baxmayaraq ki, Loğman Zülfüqarlı və Nizami rayon hakimi Rauf Əhmədov məhkəməyə gəlməkdən imtina edir və vəkillər göndərir. Mən başa düşmürəm. Adamın bir dənə, 2 dənə vəkil olur, 10 dənə vəkil göndərib kimisinə bir sadə vətəndaşın üstünə. Həmin vəkillər də qanunsuz sənədlər hazırlayaraq məhkəmələrə təqdim edirlər və məni ortadan götürüb səsimi susturmaq istəyirlər, məni susturmaq istəyirlər. Xahiş edirəm sizdən artıq dərəcədə bu videonu paylaşın, müvafiq orqanlar görsün. Dəfələrlə müraciətimə baxmayaraq Azərbaycan Respublikasında öz hüquqlarımı bərpa edə bilmirəm, işsiz qalmışam. Kimə də müraciət eləyirəm, baxan yoxdur. Bu Azərbaycanda özbaşınalıq, məmur özbaşınalığı, qanunsuzluq baş alıb gedir. Xahiş edirəm bu videonu dəstəkləyəsiniz. Diqqətinizə görə çox sağ olun.